Beynini öldürmək istəmirsənsə, bunları etməməlisən. Hər bir insanın beynində qərar vermə mərkəzi var. Prefrontal korteks. Roy Baumeister öz iradə gücü kitabında bildirir ki, bizim beynimizin bu hissəsi batareya kimi çalışır. Gün ərzində çox qərar verdikcə o tükənir. Ona görə də günün sonunda bizi sadə suallar belə əsəbləşdirir. 2 üstə gəlir ki, 4-dür də nə olacaq? Buna elmdə decision fatigue, qərar yorğunluğu deyirlər. Ən maraqlısı ki, bu yorğunluğu yaradan böyük qərarlar deyil, xırda şeylərdir. Məsəl üçün, hansı ustaya zəng eləyim, qiyməti yaxşıdırmı, etibarlıdırmı? Bax, bütün bu yığılan suallar beyni yorur. Mən də düşündüm ki, bəlkə problem ustalarda yox, onları tapmaq prosesindədir. Çünki bizdə ən böyük stres yaradan məhz qeyri-müəyyənlikdir. Kim pisdir, kim yaxşı, biz bilmirik. Amma bu qeyri-müəyyənliyi aradan qaldıran bir həll tapdım. Lazım app. Burada seçimlər, qiymətlər, hətta real istifadəçi rəyləri olduğu üçün hər hansı bir qərar vermək asanlaşır və beynimizin batareyası daha az tükənir. Yəni ki, beynimizi qorumağın yolu daha az, amma daha aydın qərarlar verməkdir. Ona görə də kiməsə işin düşəndə vaxtını və əsəbini qorumaq istəyirsənsə, lazım app sənə lazım olacaq tətbiqdir. Ən əsası odur ki, bu yerli startapdır və bu startapa dəstək olmaq hər birimiz üçün vacibdir. Bəzən həyatımızı asanlaşdırmaq üçün qərarlarımızı asanlaşdırmalıyıq. Lazım app həyatınızı asanlaşdırmaq üçün lazım olan appdir.